təmizə başladım sürünməyə. Sürünmə gördüm, amma çölümdə baxdım, üzümdən də pisliyi çəkdi. Halima sildim, baxdım, heç sifətim də qalım. Dedim, yəqin ayağımdan, sonra baxdım da gördüm ya. Yox diyor, sadəcə bir şey deyildi. Başladım da sözlərimizi sürünə, amma ağ üstü uzananda da bu ayağım onda dizim yerindəyim. Ağ üstü uzananda ayağımı göydə qatlamışdım. Qatlamışdım ki, torpağa, sürünün torpağına şey olmasın, torpaq olmasın, palçıq da olmasın, ətin şey olmasın. O da başladım üstlərimizə tərəf, sonra bilet satana yaxınlar, yoldaşım qarşıda olma, mahiməcidir. O da həmişə o nədən tanıydım, o demirəm ki, bir gözüm görmür, bir gözümdə daş, torpaq, dolubdur, tutulmuş da başladı, dumanlı gözümür. Neyse, atda komandir əlinə verir deyir, əlimdən də belə başımı qaldırdım, bu ayaq üstədir. Mən də başımı belə qaldırdım, buna tərəf tutdu əlimdən, onu da nədən tanıydım? Mən ki, əldəyim, 5 parmağın 5 də kəsik olurdu. Nəsə, bizdə olurdu, məsələn, üçü C, ikisi kəsik ki, tətik basmağa. Bunu mən götürdü, sürdü, saldı səngərə. Səngərdə iğnələr, molfilər. Ondan da birini vurdular. Sonra əskər Nağızadə var idi. Əskər gəldi, mənə aldı uzağına, qasırtdı maşına tərəf. Mən dedim, məskin apara biləcəm də, qaranlıq olsun, boyu olur. Dedim, aparanım deyim. Maşın da bizdə şey var, valı var, valının arxasında maşın olurmuş. Ondan da elə bir apardı, mamura qədər aparmalıydı, dedi, rahatlığı biraz saxlar. Götürdü, mənə qaçıbdır eşimi. Kişi kimi yerə qoymadım. Ondan sonra da belə də, yəni gözümün ravana gəlib ki, hospital uzaqda, Ağdamdan Tərtərin arası 40 kilometrdir. 40 kilometrdən əlavə də bizim olduğumuz yerdən də şəhərin arası 9 kilometr, 9 ya 15 kilometrdir. Özə çox pis bir yol, Qurumtavoydan da pisdir, elə bir betər yol. Açıq əraziyə getdiyin yerdə bir yol belə ayrılır, bir yol belə ayrılır. Nəsə oturduq, şofer dedi, mən yolu dedi, yaxşılanırım deyil. Dedi, sür göstərəlim, sür. Nəsə sürdü, xoşbəxtlikdən elə o yolu tutdu, getdik birbaşa, orada yaxında bir bölmə var idi, onun əskərinin üstə çıxdı. Əskər hara üstə, əskər dedi, sür belə. Bu yolu tutandan sonra yol bizdə aparardı. Elçin var, bir cizirəli, elçin onları maşınla sürüb apararım. Mən də maşına oturanda ki, baxdım, yoxlayıram və görüm, arada nə olur. Və ayağı bildim ki. Baxdım, bu ayağında bu, məndə yay formasıydı, yay forması geymişdim ki, yürüyüş olursun. Bu hissədə, belə deyim, nəsə, belə, bu hissədən belə cırılmışdı. Cırılmışdı, 6 donu kimi. Tez-tezdə maşının pəncərəsi açıq idi, külək natırdı belə. Mən də tuturdum təkilər çəkirdim üstünə ki, şüşməsin. Sonra atdım əlimin, ayağımın altını. Əlimi belə, gördüm bu ayağımın altıdır. Bu ət nətər olur? Adi satışda olan ətdə belə nətər deyil. Ət tələdir, dilik deyil. Əgər bunun eyni öyrə kimi belə baxıram, əlimi sağlam. Yalan olmasın, həmişə itin həkimlər siləndə ayağımı. Bir belə də salıb silirdiler, oyuq çəkmişdi. O da şükür Allah'a dayanıyor. Bəs indi necə sağlıqdır? Yaxşı, yox, narahatçılıq yoxdur. Sonra... Yaxşı, əməliyyatlarla üstən ayağımdan kəsdiler, altda dişdiler. Ondan sonra qolum bundan getmişdi, amma bu qolumu bilmirdi. Hospitalda olanda baxdım ki, qolum bir dənə dikiş vurdular hələ ki. Baxdım, buramın olur, söz dedilər, amma buranı bir də hiss edirdim ki, iğnə kimi nəsə batır. Onu hiss edirdim. Belə, ondan sonra hospital
Bizə hospitala xəbər vermişdilər. Mənim də gözümün qabağına gəlir, 4 kilo qan. Amma bu ayağımı elə bil buradan sıxmışdım. Özüm əlimlə. Tam sıxmışdım. Maşın silinəsinə dirənmişdi. Ki qan getməsin. Bu əlimlə də bunu tutmuşdum. Başımı da qaldırmışdım ki, qoy sırtına da qan getməsin. O da yolda bizdə maşın sürə Elçin dedi, sən qanının səsini eşitmirsən deyir. Mən də demirəm, sırtıma vurmuşdu, beynim keyilmişdi. Deyirəm ki, yox, da qan səsi yoxdur. Dedi ki, nətər deyir, qanının səsində mən duramıram deyir. Dedi, bir dəqiqə deyir, maşını saxlayayım, tez sıxın mı deyir ayağını. Mən dedim, problem yoxdur. Yəni, belə düzə sıx da. Bu da sən demə, sürə-sürə patinkasının ipini açmışdı. Patinkasının ipini açanda yolda. Mənə dedi, hazırda elə bir dənə saxlayayım, bir dəqiqə vaxt eləyək. Dedim, saxla, elə yol var, tərtər yol var. Çıxan kimi maşını saxlayıb düşdü, tez bir dənə, bax bu hissəm. Tam sıxdı mümkün. Eyni zamanda da mən təkrar yenə qatladım ayağımı, silinə deyirəm ki, yenə qan getməsin. O da sonra hospital maşını da çıxmışdı, bizim maşını da, mənim birinci tim məntəqəsinə apardılar, orada bir dənə də morfi vurdular. Oradan təkrar hərbi tibbi maşınlar götürdülər tərəf. Biz orada Ağdam 4 yolu var. Ona çatmamış hospital maşınlarla qarşılaşdıq. Oradan götürdülər keçirəndə həkim maşının üstə idi. Dedim, həkim nəsə var mı? Vurmağa. Dedim, narahat olma. Gördüm, tez qolumu sıxdı, bir dənə sistem boşdu. Elə bir rahatlaşdım ki, yoxdur ki, həkim yanında. Elə bir tam rahatlaşdım. Hospitala çatanda da hospitalın baş həkimi deyildi, oranın rəisi. Dedi, bunun üstünü açın, üstümü örtmüşdülər, prosesiyonda. Üstümü açdılar, dedi, baxın, vaxt elədi, dedi, tez salın əməliyyata. Elə bir də onu eşitdim ki, gecikdirməyin dedi. Saldılar əməliyyata, bir də səhər saat 5 idi. 5-də ayıldım yuxudan. Narkoz vermişdilər. Sonra dedilər, yox, daha doğrusu yerləşdirmişdilər palataya. Sonra əməliyyat olmuşdu müjəyə. Dedilər, atan gəlin. Mən də onlara demişdim, heç kimi deməyin. O da dedilər, dedim, mən də başdan danmadım ki, dedim, deməyin. Bunlar da hamısı köhrək adam. Sonra götürdüm, telefon tapdım, yığdım. Mamam cəzalı hamısı narahatdır. Evdəkilərinin hamısını yığdım ki, dedim, yaralanmışam, dedim, biləm, bizim insanlarda da biraz var axı. Üstünə qoymaq. Üstünə qoymaq, dedim, yəni, eşitib eləsəz, qorxuyun, dedim, dünən axşam yaralanmışam, bir gün sizdən danışıram. Birdən deyərlər, ağıllıdır, nə bilim, nədir? Heç nə yoxdur, dedim, elə belə şeydir. Ayağım sızılıqdır, güllə demişdi, belə də yüngür. Onlar da dedi, yox, bilirəm, dedim, yox, heç bilmirəm. Sonra cənab nazir vertolyot göndərdi, bizi səhərsi gün vertolyot göndərdi apardı. Hospitala yerləşdirdilər, hospitalda da sağ olsun oranın həkimlərlə yüksək diqqət qayıdı. Başqa da nə deyim, yerləşdik palataya şükür onlara. Kamil, biz ayət hərdən sizdən danışanda yaxşı idman sorduğunuzu güləşdirdi deyə. İdmanı buraxıb hərbiyə getmək, bu qərarı necə verdiniz? Elə hər ki idman yanımdan çıxdı. Mən deyəndə deyəcəkdim, Kamil sürətli keçdi. Birinci sinifdə gedəndə mən eyni zamanda güləşə getmişdim. Sonra elə ayət biz daha yaxşı tanıyıb yerdə güləşmişdik. Dəfələrlə rayon çempionatlarında ələndim oradan. Respublika dərəcələri, Avropa dərəcələri turnirlər keçirilir, daşaltı şəhərlər həsr olunmuş. Rusiya var idi, İran var idi. Hansı dövlətləri tam xatırlam, amma ikisi yanında çünki özüm Rusa uzmuşum. Biri polifinalda deyək, udan 1-2 gedirdi, uzdan çöldürür. Orada Rusa uzmuşum. Heç nə elə idmançılıq, belə deyim də, bizim rayonda Cəfin müəllim var idi, Fazil müəllim var idi, İlham müəllim var idi. Bunların rəhbərliyi altında çalışdı. Ondan sonra Daşaltı şəhərlərində yer tutandan sonra
bizim yuma komanda baş məşqçisi var, Fidos Simidov. O bəyənmişdi bizim güləşi. Dəvət eləmişdi yuma komandaya. Ondan sonra o qədər belə nə tərəfini orada əskər kimi yetişdirirlər adamı, həqiqətən. Həm vətənpərvərliyi, bayraq qaldırmaq, ermənlə belə, nə. Sonra mən də elə istəyirdim həmişə uşaq vaxtından da kəşfiyyatçı olam. Yəni uşaq oyunlarında da mənim kəşfiyyatçı oyunlar oynayırdım. Mesela alındı getdim Hərbi Akademiyaya. Oradan güləşim. Orada dedin elə gəldik, getdik, TTM oxuduq, TTM birbaşa tərtədir. Və məsələn, mənim tanıdığım adamlar var, konkret adımda deyim, mənim də laf yaxındır. Manzanov Abdurrəhman, sən də Kosanov Abdurrəhman oldu. Bax, o adam qutardı, ondan sonra hər hansı vasitə ilə getdi Qazağa, Qazaqdan indi də bir daşlarında sürüşdürdü. Sonra videolarda daş kəsənə bir də qayıtdı. Hə, sonra da Qazağa qayıtdı. Bax, məsələn, sən də o vasitəni tapıb ya Qazaqda heç bir yerdə xidmət edə bilərdin də, niyə sırf öncədə? Belə, mən həmişə belə deyim də, cəbhədə əziyyət çəkməyi xoşlayıram da, onu deyim. Yəni, əziyyət çəkib, ondan sonra, həm də ki, bu torpağımızın işğalı olmağı o qədər, nətərdir, belə, mənə xoş gəlmir də, belə, həmişə mən əskərlərə qoyun, bu misal çəkim oradan başa düşəcək nə demək istəyəm. O xəttə, biz tez-tez olanda, deyirəm, erməni atırdı. Atanda mən düzündə oraya adiyyatım yoxdur, amma sadəcə əskərə məsələlər gördüm. Post başçısına deyirdim ki, xeyirlə erməni atır, siz atırsınız. Kim dedim o atır. O da əskər də baxırdım ki, bir də yenə qızışar eləyərik, komandaya zərb elə deyəndə, dedim ki, yaxşı dedim, qızışar da qorxursan. Yox, deyil, prosto sakit durmuşuq. Belə də baxırdım ki, biraz qorxur bu adam. İstəmir döyüş. Deyirdim ki, sən fikirləş ki, evinə bir qonaq gəlir. Evinə. İndi mən qonaq bunu bilirəm. Dedim, evinə qonaq gəlirsən, evində yemək yeyir, içir, oturur, nə bilim, yeməyini talayır, hər şey eləyir də qardaş. Sən də bunu, sonra da durursan, ailə üzvlərindən birinə söz atır. Sən onu nətər qəbul eləyəsən? Deyir, pis. Deyirəm, bu indi erməni sənin torpağında oturur, sənə güllə atır. Bunu nətər yaxşı qəbul eləyəsən? Çıx at da, o sana gülləm atır, sən ona qranat at, belə qramtamyot at. O sana, nə bilim, pekam atır, sən ona minamyot at. O sana minamyot mu atır, sən ona top at. Allah'a şükür edin, bu günlərim hər bir imkanımız var. O sənin torpağında rahat oturmamalı. Cənab Prezidentimizin bir çıxışda olduğuna söz çox xoşuma gəldi. Deyirlər ki, mən əskər ölmək istəmirsən. Ağdamda da olacaq. Yox. Bizim ərazimizdə yəni o çox belə dəyərli sözdür. Yəni ki, bir yerə baxsan ki, bizim əskərlərimiz bundan niyə qorxmalıdır ki? Yəni bizim Ali Başkanlığın bu sözü deyirsən. Əskər niyə qorxmalıdır bundan? Yəni ki, şükür Allah'a bir gün orada da bütün imkanlar yaradılır. Yəni sizə qarşı olana sizə qarşı olun da bu şey qoyulur doğrudur. Yəni, ondan sonra sənin sualını mən onu deyim, yəni həmişə istəmişəm, mən hara düşdüm orada xidmət edeyim. Yəni, belə götürəndə fərq qoymuram, mən bu gün Qazaxdırsa, Qazaxda, nə bilim, Ağdamda, Azərbaycanın hər yeri. İndi bəzən deyirlər, filan yerdənsəndir. İndi təzə bir moda bir şey bilirdi. Qazaxdansan, hə. Qazağın hansı küçəsindənsən? Birazdan deyirik, yəni gərək hökmən onun küçəsindən olur, ki, bundan sana xoş münasibət bəsləyir. Yəni biz Azərbaycanlıyıqsa, Azərbaycanlıyıq da, bu nə dəxil var, mən Şəkiliyəm, Bakılıyam, mən Qazaxlıyam. Yəni ona görə mən xidmət, harada göndərilmişəmsə, orada xidmət eləmək istəmişəm. Yenidən idmana qayıtmaq istərsən? İnşallah yaxınlarda qayıdacam Allah'ın köməklə. Paralimpiyası kimi. Düzdür bu, heç kimə bu barədə hələ deməmişdim. Amma Allah'ın köməklə paralimpiyası kimi atıcılıq üzrə bu şeyə qayıtmalıyım. Atıcılıq, yəni xüsusi qabiliyyəti var ona? Atıcılıq əlbəttə bizim. Hə. Atıcılıq. Sonra da belə başa düşüyor. Güllə atıcılıq.
Mən fikirləşirdim güləşlə bağlı. Güləşlə Paralel yoxdur. Yox idi. Amma Sizdə o var, hə? Sizdə qaçlandı. Sizdə qaçlandı. Sizdə biraz belə paltardan, bizdə paltarın üstünə yoxdur, adamın ürəyi dağılır, güləşəndə kimsə paltar yoxdur. Sizdə da Senin alıp yere paltar... sıkmadım, sakmadık. Onu öyle Məsələn, Kamil, yəni bir qəhrəman olaraq, vətən uğrunda, sağlamlığından keçmiş biri olaraq, dövlətin qayğısından, xalqın sevgisindən, gözləntilərin nədir? Yəni, qane edilmirsən sənə qarşı münasibət? Valla, mən yalanmamışda qabaq da bu fikirləşirdim ki, yəni nəyə görə fikirləşirdim? Həmişə bu tədbirlərdə də misal çəkirəm. Bizim xalqımız qədir qiymət bilən xalqdır, yəni ondan sonra qeyrətlidir, hər şeyin yerini bilən xalqdır. Mən o diqqət qayğının bu gündə xalqımdan görürəm. Dövlət olaraq da qanunla nəzərdə tutulan nə imtiyazlar var idisə, mən onu almışam. Yəni ki, ondan sonra ev növbəsidir, maşın növbəsidir, bəzi imtiyazlardır. Bunların nəzərdə tutulan nə varsa mən onu almışam. Bəzən düzdür. İnsanlarda bir psixologiya var ki, sən belə olursansa, hər şey olmalıdır. Ya elə yaralı insanlar olur, elə şəhid ailəsi olur, bəzilərindən deyirəm, təbii ki, hamısı edir. Bu belə olursa, nə bilim, İstifadə edir. hər şey verilməlidir, niyə də verilir. Baxırsan ki, amma dövlət araşdırırsan ki, bunu alırsan qanunla. İndi qanunsuz şeyi dövlət sən nə tərbiyyəsin? Yəni ki, saat qanunla nəzərdə tutulur, misal üçün deyirəm, birinci qrup olaraq bu qədər imtiyaz, dövlət sahə bunun 2 qatını nə zülm etsin? Nə tərbiyəsin? Yəni, həlaqda bir səlahiyyət. Yoxdur, yəni o bir şey. Ona görə də bu şeylərə çox getməmək lazım. Yəni, qanunla nəzərdə tutulur, inşallah almışam. Yox, ödərəm. Başqa da ki, diqqət qayğı səviyyədən deyildir, olmaz. Elə bir narazılığım yoxdur. Ondan əlavə də ki, biz bu şeyləri eləyəndə fikirləşmirdik ki, nasıl bir diqqət qayğı öyrənəyik, kəndin nə eləyərik, biz bunu fikirləşmirdik. Sağ olsun, dəyər verən insanlara, dəyər verən yoldaşları. Kamil, bir də bir məsələ var, elə mən izləyirəm, həm məktəbdə olursan, şagirdlərlə bəzən görürsən, sonra ümumiyyətlə, bax, güləş salı, idman zalında görürük idmansılar. Bax, ümumiyyətlə, gənclərimizə, bax, necə? Yəni, bax, məktəbdə şagirdlərin sənsiz olan, yəni, bax, şagirdlər, tutalım, mən o vaxtı Balkon Leytman Tarihinin təyyarəsi, Murat Mirzəyev. Təyyarəsi yox, üstənə. Hə, pilot. Su təyyarətlərin Pilot deyildi. Murat Mirzəyev yox. Axırıncı Murat Mirzəyev Aysal. Şəhid olan hepsi. O pilot deyildi. Nəsə elə yazmış. Yox. Murat Mirzəyev üstənə. Təbriz edib. Bax, o Murat Mirzəyevlə bağlı yazı hazırlayanda sən onun atası deyirdi ki, mən atasından danışdırmışdım, ailəsini. Deyir ki, məsələn, kim mən görəndə deyirdi ki, Murat Mirzəyevin atası gəlir belə. Sən indi bax, yəni uşaqlar necə, az yaşlılar necə, məsələn, səni görəndə özün Kamil oxşatmaq istəyən var mı? Məktəblilərdə az yaşlılar daha fəaldır belə şeylərdə. Ən çox da mən bu gün müşahidə edirəm bu qadınlarımız daha çox belə bir yer dəyişmə prosesi gedir. Sanki həqiqətdir. Yəni bunu görəndə biraz adam düzdür, Allaha şükür, yəni bizim kişilərimizin də qeyrəti ona imkan vermir ki, amma qadınlarımızın da qeyrətli olmağı bizə daha çox ruh yüksəkliyi verir ki... Ayət deyir, hələ qadınlar görmür, bəs gəlir, ona görə belə. Yox. Ondan əlavə, yəni bu çox müsbət haldır ki, qadınlarımız da. Bundan bəzən olur ki, bu aprel döyüşlərində ermənilər qadınları da döyüşür. Nə imkanı? Çox döyüşlərdə, ondan sonra 2014 avqustlar olmuşdu. Orada da ermənilər qadınları zərb edirlər. Yəni erməni həmişə qadınlarını da döyüşə zərb edir. Amma bizim şükür Allaha Azərbaycanın qeyrətli olanları deyim, qeyrətli kişiləri deyim, buna yol vermir ki, bizim qadınlarımız döyüşə girsin, yəni biz olan yedir. Amma qadınlarımızın da yenə deyim, vətənpərvər olmaları daha önəmlidir. Demirəm, geçsinlər, döyüşsünlər, ona görə yox. Ən azından oğlu olanlar, qardaşı olanlar, qonşuda, nə bilim, xalası oğlu, əmisi oğlu, onları vətənpərvər rütdə yetişdirsin ki,
Yəni ən azından biz bu dövlətin, xalqın, millətin qeyrətini çəkə bilərik. Məsələn, Kamil evladın oğlandır. Bəli, bəli. Allah saxlasın. O bir hərbiçi kimi, hərbinin bütün çətinliklərini görmüş bir kimi istəyərsən oğlun da hərbiçi olsun. Yəni olmaq istəsə buna bir qarşı gəl. Yox, mən həmişə demişəm, bu hərbi peşəsi elə bir peşədir ki, bunu istəmək lazımdır. Nəinki hərbi, ümumiyyətlə deməli, bütün peşələr elə bir peşədir ki, onu sevməsən, orada nəticə əldə edə bilməzsən. Yəni ki... Cavab ver istəyirsən. Cavab ver. Şimdi 50 dəqiqə var. Yəni, gəlişini bilirlər.